والسلام على رسول الأمين وعلى آله وصحبه أجمعين. أيها المواطنون الأعزاء أهل سوريا الحبيبة، لقد مرت بلادنا بتجارب مريرة وصعبة خلال السنوات الماضية حتى نالت حريتها وحققت ثورة الشام أهدافها، ثم تعرضت مؤخرا لمحاولات عديدة لزعزعة استقرارها وجرها إلى مستنقع الفوضى. واليوم ونحن نقف في هذه اللحظة الحاسمة. بسم الله الرحمن الرحيم. Esselamu aleykum əziz ərəb dili öyrənənlər. Deməli, indi qulaq asdığımız çıxış Suriyanın hazırki prezidenti Əhməd Əşəranın çıxışından bir hissə idi və mən oradan 4 cümləni buraya yazmışam və bu cümlələr üzərində bugün biz işləyəcəyik. Əvvəlcə bəsmələyə baxaq. İsmun sözü çoxlarımıza tanışdır, ad deməkdir və buradakı həmzə bilirik ki, həmzətul vasıldır. Və Allah kəlməsi ləhu kəlməsinə əl artiklının artırılması ilə düzəlir. Biz bilirik ki, əl hissəciyindəki ləm şəmsi hərf gələndə özündən sonra baxın ləhu şəmsi ilə başlayıbdır. Ləmin özü də şəmsidir. Ləm oxunmur və ikinci ləm şəddələnir və beləliklə olur Allahu. İki ləmin yazılması bəzilərini çaşdırır. Ona görə buna xüsusi toxundum. Və ərəb dilində bəzi sözlər var ki, orada əlif yazılmır. Əlif sağira işarəsi qoyulur və yaxud heç qoyulmur. Amma əlifi orada biz tələffüz edirik, çünki klassik növdə var idi. Deməli, burada balaca bir əlif işarəsi var. Bəzən Qurani Kərimdə və bəzi mətnlərdə bu qoyulur. Ona görə də biz Allahu bu ləmi uzadırıq. Deməli, İsmullah belə olacaq. Deməli, bu mudafın ileyh olduğuna görə məcrur vəziyyətdədir. Cərin əlaməti kəsranı qoyduq. Və bura bi gəlir. Artıq bu vasıla dönüşür. Bu həmzə oxunmur və əlifin özü də itir. Bəsmələdə əlifin özü də itir. Çünki o oxunmur. Səs olaraq itir və işarə olaraq da itir. Beləliklə bu söz Bismillah belə olacaq. Bə gəlir, sin və mim və sonra belə. Bismillah. Rahman Rahim. Rahman sözünün özündə də oxunmayan, oxunan daha doğrusu yazılmayan əlif var. Burada da yenə də əlif sağira işarəsi. Baxın. Rahman. Sonra mətndən bəzi sözləri mən çıxarmışam. Əcməun, əcməunə, əhlun. Əcməun bütün deməkdir. Əcməun onun cəmidir. Əhlun xalq və ailə mənasında istifadə olunur. Xüsusilə ailə mənasında istifadə olunur. Danışıqda istifadə olunur ərəblər arasında. Əlun ailə deməkdir. İstiqrar, sabitlik, mühəvələ, cəhd, adid çoxlu, müstənqaa, bataqlıq, cər, sürükləmə, təarrədə məruz qaldı, fəvda, xaos, hürriyə, azadlıq, hədəf, əhdəf, hədəflər, əhdəf onun cəmidir. Nələ bizim dilimizdə istifadə etdiyimiz, onun failini istifadə edirik. Nail sözüdür. Nail olmaq. Nələ nail oldu, çatdı, əldə etdi. Mərrəbi ötüb keçdi. Mərir. Mərir acı deməkdir. Müəxxaran burada son zamanlarda. Mətni gəlin oxuyaq indi. Elhamdülillahi Rabbil aləmin və salatu və selamu alə rasulihil əmin və alə alihi və sahbihi əcməin. Bəsmələni mən açıqlamışdım, ona görə onu təkrar oxumadım. Eyyuhəl müvatinunəl əəzzə, أهل سوريا الحبيبة، لقد مرت بلادنا بتجارب مريرة وصعبة خلال السنوات الماضية حتى نالت حريتها وحققت ثورة الشام أهدافها، ثم تعرضت مؤخرا لمحاولات عديدة لزعزعة استقرارها وجر إلى مستنقع الفوضى. İndi biraz daha asta-asta biz baxacağıq bu ifadələrə. Burada çox yaxşı ifadələr var, hansı ki biz istifadə edə bilərik. Xüsusilə tərcümələrdə, rəsmi tərcümələrdə, şifahi və sinxron, şifahi ardıcıl və sinxron tərcümələrdə və yaxud da publisistik dildə, jurnalistikada və s. Deməli, burada nə var? Əvvəlcə eyyuhəyə baxaq. Burada əl artiklını istəyir. İstər təkdə, istər cəmdə. Eyyuhəl müvatinunəl əəzzə. Əəzzə sözü, müvatin ümumiyyətlə vətəndaş deməkdir. Əəzzə, əziz sözünün cəmidir. Əhl-i Suriyəl Həbibə, sevimli Suriya xalqı kimi tərcümə eləyə bilərik və yaxud əziz kontekstə baxır. Laqad mərrət, mərrə bi. Mərrə bidir.
görürsünüz burada merrat biladinə bi gəlibdir. Bi təcəribə mərira. Təcrübətun sözünün cəmi təcərübdir. Mərir də acı deməkdir. Və sabə, sabə bilirik, çətin deməkdir. Xilalə sənəvat-ül madiyə ötən illər ərzində. Həttə nələt hürriyyətə. Həttə haqqında ayrıca danışacağım. Ənva'l həttə. Bu ayrı bir dərsdə, qrammatikada bunu izah edəcəm inşallah. Hürriyyətini qazandı. Nələyə fikir veririk? Görürük ki, burada o, görürsünüz, hərf-i cərsiz istifadə olunubdur. Buna diqqət edək. Haqqaqət thəvratu şəm əhdəfəhə. Suriya inqilabı öz hədəflərinə çatdı. Təarrədət müəxxaran li. Görürsünüz, li ilə verir. Li mühəvələtin adidə. Məruz qaldı. Burada təarrədət niyə müənnəs? Burada isə, yəni tənis əlaməti olan tı var. Ona görə ki, Suriyadan söhbət gedir və ölkə adları müənnəs, hərf adları və ölkə adları müənnəs kimi uzlaşacaq ərəb dilində. Suriya təarrədət yəni. Biladına təarrədət yəni. Li mühəvələtin adidə li zə'zə'at istiqrar. Ümumiyyətlə zə'zə'a feili zə'zə'a fə'lələ feili. Bu zə'zə'a çalxaladı və yaxud sarsıtdı mənasındadır və zə'zə'atun burada məstərləşib artıq, burada sifətləşib. Li zə'zə'ati istiqrarihə. Sabitliyin pozulması, sabitliyin çalxalanması, sarsılması mənasındadır. Artıq bu bizim Azərbaycan dilindəki bizim tərcümə qabiliyyətimizdən və bir də mətnin kontekstində necə yaraşdırırıqsa, bu bizim fərdi artıq improvizasiyamızdan asılı olan bir mövzudur. Cərrun sürükləmə deməkdir. İlə müstanqa əl-favda xaos bataqlığı. Çox yaxşı ifadələrdir, istifadə etmək olar bunu. İndi isə burada həmin mətnin içərisindən götürdüyümüz ifadələri daha yaxşı yadımızda saxlamaq üçün bir sıra nümunələrə baxaq. Məsələn, bu cəhdlər dövlətimizin sabitliyini sarsıtmayacaq. Hədihil mühəvələt lən tuzə'zə'ə istiqrar dövlətinə. Biz son zamanlarda ölkəmizdə sabitliyə nail olmaq üçün bir çox cəhdlər etdik. Laqad qumna müəxxaran bi mühəvələtin adidə li təhqiqil istiqrar. لتحقيق الاستقرار في بلادنا أو في وطننا في دولتنا. Bunu yazmamışam amma bunu artıq qeyd edərik burada. Mövzu nədir? Qamə bi feili. Baxın. Qamə bi. Əslində ərəb dilinin əsli ifadələrindən deyil, qamə bi. Çətin klassik mətnlərdə buna rast gələk. Sadəcə olaraq ingilis dilində olan bəzi ifadələr var ki, onun ərəb dilində qarşılığı olaraq bu qamə bi götürülübdür. Məsələn, qamə bi, qumtu bit tərcəmə. Qamə bi zəid məstər gəlir burada. Məsələn, qumtu bit tərcəmə. Orada ondan sonra adətən məstər gəlir. Və bu ifadə danışıqda yox, demək olar ki, rəsmi daha çox, rəsmi publisistik yazışmalarda və yaxud məktublarda və yaxud tərcümələrdə istifadə olunan, geniş istifadə olunan bir ifadədir. Məsələn, qumnə deyir, qumnə bi deyir. Halbuki həvələnin özünü, həvələ ki var, mühəvələ hansı ki oradan gəlir, həvələnin özünü də istifadə edə bilər. Amma o, nədənsə müasir ərəb dilində bu istiqamətdə, yəni rəsmi tərcümə, rəsmi yazışmalar və şifahi tərcümələrdə hətta, sanki bu daha biraz zəngin ifadə kimi hesab olunur. Məsələn, əgər mən desəm ki, tərcəmtu, onun əvəzinə deyirəm, qumtu bit tərcəmə, tərcəmənin məstəri ilə deyirəm, sanki tərcəmtu biraz daha kasıb çıxır, qumtu bit tərcəmə daha zəngindir və daha ehtişamlı çıxır. Halbuki ərəblər, yəni əsli ərəblər belə hesab edirlər ki, madi ilə vermək daha düzgündür. Sonra, Suriya azadlığa nail olmaq üçün acı təcrübələrdən keçdi. Mərrət Suriya bi təcəribə mərira min əcli təhqiqil hürriyyə. Əcli deyə bilərik və yaxud olmaq üçün hətta ilə verə bilərik. Bu artıq sizin istəyinizdən asılıdır. Düşmənlər ölkəmizə sabitliyi pozmaq və xaos yaratmaq istəyirlər. Yuridul əddə zə'zə'atil istiqrar və ithərətil fawda fi bələdinə. Bunu da bu şəkildə etdik biz.
Deməli, yenə də deyirəm, siz istədiyiniz ifadələri dəyişdirə bilərsiniz burada. Bundan sonra Azərbaycan dilində bu mətnin Azərbaycan dilində tərcüməsi var. Baxaq bura. Baxın, Bismillahirrahmanirrahim. Məsələn, sinxron və şifahi tərcümədə, rəsmi görüşlərdə mən çox istifadə etmişəm. Bismillahirrahmanirrahim. Rəhim və rəhman olan Allahın adı ilə ifadəsini. Xüsusilə əvvəllərdə bu ifadə belə tərcümə olunması daha məqsədə uyğun idi. İndi artıq son zamanlarda ifadənin ərəb dilində olanı, bu variant artıq özümüzünkiləşib, sanki daha yad gəlmir bizim dilimizə. Amma yenə də mən hesab edirdim ki, Azərbaycan ədəbi dilində bunu Bismillahirrahmanirrahim kimi yox, Rəhman və Rəhim olan Allahın adı ilə desək daha düzgündür. Həmd olsun aləmlərin Rəbbi olan Allaha, onun əmin elçisinə, ailəsinə və bütün səhabələrinə salavat və salam olsun. Məsələn, salat sözünü də biz bərəkət kimi, nə bilim, dua kimi tərcümə edə bilərik burada, amma salavat kimi də qala bilər. Əziz vətəndaşlar, sevimli Suriyə xalqı, ötən illər ərzində nə idi? Baxın burada, mətnimizdə var idi. Xilalə sənəvadil madiyə. Yaxşı ifadədir təzə öyrənənlər üçün. Ötən illər ərzində ölkəmiz azadlığını əldə edənə qədər acı və çətin sınaqlardan keçdi və Suriya inqilabı öz hədəflərinə çatdı. Ancaq son zamanlar ölkəmizin sabitliyini pozmaq və onu xaos bataqlığına sürükləmək məqsədi ilə bir çox cəhdlər edilib. Deməli, bir də çıxırıq mətnə. Burada muvatinun sözü var. Görürsünüz, bu cəmdir. Muvatin sözünün sonuna artırılıbdır. Əzzə, əziz sözünün cəmini bayaq dedik. Bilədinə bir təcəribə mərirə və səbə xilalə sənəvat. Sənəvat sözü cəmdir, sənə sözüdür. Mədiyə. Burada müənnəsləşibdir. Çünki sənə özü ilə sənəvat müənnəs hesab olunur. Hürriyyətəhə olacaq burada. Çünki neyini qazandı, hürriyyətini qazandı. O həqqaqat olacaq. Thəvrətuşşəm əhdəfəhə. Burada thəvra burada fail kimi gedəcək. Ona görə li muhavilətinə hədidə li zəzətil istiqrarihə. Deməli, sabitliyi pozulması üçün, pozmaq məqsədi ilə və cər ilə müstənqə əl-favda. Deməli, bax bu ifadə maraqlı ifadədir, xaos bataqlığı. Artıq burada müəllimin dərsindən asılıdır və təbii ki, iki tərəfli dərslərdə və yaxud qrupda və yaxud onlayn dərslərdə deyək, fərq etməz. Canlı dərslərdə daha yaxşıdır effekt. Və burada artıq müəllim bu ifadələrlə necə improvizasiyalar edə bilər tapşırıqda, nə qədər tələbəni işlədə bilər. Məsəl üçün, baxın bu mətnin özünü müxtəlif zamanlarda, müxtəlif şəxslərlə yazıb, istifadə eləyib, içindəki ifadələri çıxarıb, dəyişdirib, Azərbaycan dilində 10, 20, 30 hissə mətn düzəltmək olar və onu bir-bir tələbələrə şifahi tərcümə etdirmək olar. Artıq tələbə saat yarım dərsdən sonra bu ifadələrin hamısını əzbərləyir. Yəni, belə deyək, mətnlə tanış oldu, nümunələrə baxdı, artıq onun beynində hansısa bir cümlə strukturu formalaşmağa başlayır və o sadəcə nə edir? Zamanı və şəxsi dəyişdirərək başlayır onu istifadə etməyə. Yazılı və şifahi kənara çıxmadan, ancaq bu çevrədə, bu mətnin içərisində olan sözləri istifadə edərək. Bu zaman o ifadələr həmin tələbənin beyninə artıq orada həkk olunacaq. Və təbii ki, bir dərslə yox, növbəti dərslərdə də hər dəfə bu ifadələri, oradakı mətnləri qarışdırıb, sintez edərək ki, tələbənin bu mətnlə bağı itməsin. Demək olar ki, bir il dərs keçəcəyiksə, bir ilin içərisində tutaq ki, tələbəyə həmişə müstənqəl fəvda, istiqrar, həqqa, təvra şəm, ya da ki, nə bilim, təvra bələd əxər, sənəvat el-mədiyə, müəxxaran, əzzə, müvatinun, bu ifadələri tez-tez işlətmək lazımdır ki, tələbədə artıq bu praktiki hal alsın. Bax belə, əgər biz bu çıxışın cəmi 4 cümləsini işlədiksə və orada xeyli ifadələr çıxarırıqsa, deməli, çıxışın özünü bütünlüklə yazıya köçürüb, hissə-hissə bu şəkildə hazırlayıb, tələbələrə tədris etsək, təsəvvür edin ki, tələbə bu çıxışdan nə qədər faydalana bilər. Ona görə mən həmişə deyirəm ki,
müəllimdən asılıdır. İndi metodik vasitə olaraq həddindən artıq çox vasitə var. Yeni heç nə kəşf etmək lazım deyil. Amma müəllimin onu tapıb, onu qənaətbəxş hesab edib, onu biraz düzəldib, tələbələrə onu tətbiq etməsi məsələsi var. Doğru müəllim əgər doğru yöndə bunu istifadə edərsə, o zaman çox yaxşı nəticələr əldə etmək olar. Allah Subhanahu taala elminizə bərəkət versin. Əssəlamu aleykum. Özünüzdən müğayət olun.